Hə, köhnələr, köhnələrin köhnələri. Bax bu arxa planda gördüyünüz əfsanəvi 8 saylı hamamdır. İnandırım sizi, bu tip, yəni lap köhnədən qalma hamamlardan demək olar ki, Bakıda qalmayıb. Yəni hamı bu dəqiqə super təmir olunublar, tam başqa cürdür. Gedək görək bir içəridən, yəni ki, heç olmasa bu dəhlizdə vəziyyət nə yerdədir? İnanmıram ki, içəri buraxsınlar çəkiliş üçün. Hə, daxil oluram bax bu köhnə dəhlizə. 100% bilirəm ki, o qədər indi xatirələr yazıcılar bununla bağlı ki, o qədər o vaxtı gəliblər bax bu 8 saylı hamama. Hələ bizim böyüklərimiz, ağbirçəklərimiz o vaxtlar yadımızdadır da, gələrdilər, xüsusən hamamda seçərdilər gəlinləri. Yadımızdadır. Bax, baxın, indi bura belə görünür. Görürsünüz. Salam əleykum, salam əleykum. Narahat olmayın, yəni özüm üçün çəkirəm. Bax, bu həmən bizim o sevdiyimiz 8 nömrəli hamamdır. Vaxt var idi, bura çox məşhur idi o zamanlar. Baxın, hər şey var, o vaxtki kimi qalıb. Gördüyümüz kimi. Bax, bir tər icazə aldım. Yəni ki, bax, bu da ki, bax, indiki toçni. Yox, siz yox, o tərəfdir, hanım. Siz burada yoxsunuz, oranı. Bax, baxın. Baxın, baxın, görün. Daha içərisini çəkməyə mənə icazə vermirlər. Ona görə, bax, bu ilə kifayətlənir. Gördüyünüz kimi, bax, həmən o vəziyyətdir də. Yəni, elə bil ki, kim istəyir keçmişə gəlmək, keçmişə girmək istəyirsə, bir anlıq gəlsin, bax, bu həmən 8 saylı hamama. Qəlbdən qəlbə bu qədər.